Məmmədov səhiyyə sahəsində peşəkarlığı, insanlara olan diqqət və qayğısı ilə seçilən nümunəvi rəhbərlərdən biridir. O, rəhbərlik etdiyi Əricə kənd ailə sağlamlıq mərkəzində yüksək təşkilatçılıq qabiliyyəti nümayiş etdirərək əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində mühüm işlər görür. Hüseyn həkim hər zaman pasientlərə həssas yanaşması, onların problemlərinə diqqətlə qulaq asması və operativ həll yolları tapması ilə insanların rəğbətini qazanıb. Onun rəhbərliyi altında tibb işçiləri arasında nizam-intizam gücləndirilmiş, xidmət səviyyəsi xeyli yüksəldilmişdi. Kollektivdə sağlam iş mühiti yaratması, gənc kadrların inkişafına dəstək verməsi onun idarəçilik bacarığının bariz nümunəsidir. O, yalnız yaxşı rəhbər deyil, eyni zamanda vicdanlı, məsuliyyətli və vətənpərvər bir ziyalı kimi də tanınır. Şəhid adı daşıyan bir müəssisədə çalışdığını hər zaman böyük qürur və məsuliyyət hissi ilə dərk edir və bu ada layiq fəaliyyət göstərməyə çalışır. Belə peşəkar və fədakar səhiyyə işçiləri fəaliyyəti cəmiyyət üçün böyük əhəmiyyət daşıyır. Hüseyn Məmmədovun gördüyü işlər təqdirə layiqdir və onun fəaliyyəti digər tibb işçiləri üçün də örnək sayılır.